hər bir müsəlman üzərinə vacib olan və hər bir müsəlmana gərəkən şəriətdə gələn əxlaq nümunələri ilə əxlaqlanmaqdır. Onlardan birisi də sidq, sadiqlik, əmanətə xəyanət etməmək, əmanəti qorumaq, iffət, həya, şücaət və kərim olmaq, vəfalı olmaq və həmçinin Allah Subhanahu taala'nın haram etdiyi şeylərdən çəkinmək, gözəl qonşuluq etmək, ehtiyac sahiblərindən güc çatdığı qədər yardım etməsi və bu və bundan digər əxlaq növləri, hansı ki, kitab və sünnədə onun zikri keçmişdir. Onlarla əxlaqlanmaq. Şeyx Abdurrazaq Həfizəhullah bu kəlmələri şərh edir. Şeyx Abdurrazaq bildirir ki, gözəl əxlaq şübhəsiz ki, onun sahibinin qurtuluş ünvanıdır və həmçinin dünya və axirətdə səadətin əldə olunması üçün, səadəti əldə etmək üçün ən böyük səbəblərdəndir. Səadət yoludur onun. Yəni, dünya və axirət xeyirlərini gözəl əxlaq kimi cəlb edən bir şey olmamışdır. Həmçinin dünyada və dünya və axirətdə başa gələn nələr varsa onu müsibətlər olsun və bəlalar olsun və yaxud da əzab olsun, gözəl əxlaq kimi onu dəf edən bir şey də olmamışdır. Həqiqətən gözəl əxlaqın mərtəbəsi, məkanı olduqca ucadır və əzəmətlidir. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm ondan soruşulduğu zaman ki, ona Peyğəmbər sallallahu soruşulduğu zaman, yəni insanları cənnətə ən çox salan əməl hansı əməl olacaq deyə soruşulduğu zaman Peyğəmbər sallallahu deyir ki, təqvallah və husnul xulqi, Allah qorxusu və gözəl əxlaq. Yəni, insanların cənnətə düşməsinə səbəb olan ən əzəmətli əməllər bunlardır, təqva və gözəl əxlaq. Həmçinin Peyğəmbər sallallahu başqa bir hədisdə deyir ki, sizin mənə ən sevimli olanınız və qiyamət günü mənə ən yaxın olanınız əxlaqı gözəl olanınızdır. Başqa bir hədisdə Peyğəmbər sallallahu deyir ki, həqiqətən mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim. Bu hədislər hamısı səhih hədislərdir. Yəni, bu barədə əxlaqın fəziləti barəsində, onun bəyanı barəsində olduqca çoxlu hədislər gəlmişdir. Əxlaqın fəzilətinin nə qədər böyük fəzilətli olmasını, məkanının nə qədər uca və həmçinin onun mənfəətinin necə də gözəl və onun gətirdiyi səmərənin necə də gözəl səmərə olması barəsində dünya və axirətdə onunla əxlaqla əxlaqlanan kimsənin dünya və axirət xeyirlərinə yetişməsi barəsində, yəni kifayət qədər hədislər gəlmişdir.